Azərbaycanın neft bölgəsi bütün şərqin ən gəlişmiş yeridir. Avropanın iri sənayesinin tərkib hissələrinin hamısını o özündə əks etdirir. Dizel motorlarını, avtomobilləri, elektrik işığını, külli sayda maşınları və nəhayət fəhlə problemini. Burada neft çənlərini və neft buruqlarının arasındakı super modern dünyanın tən ortasında Bakının ən zəngin neft rayonu Suraxanında qədim Azərbaycanın qəribə simvolu. O qədər də sentimental olmayan neft sahibkarlarının qıymadığı sirli Zərdüşt məbədi saxlanılmışdır. Zərdüştün Suraxanındakı məbədinə təkcə neft sahibkarlarının heyfi gəlməyib. Əsrlər öncə Cahan Fatihi Çingiz xan məbədi dağıtmamağı tapşırdı. Çünki onun məşhur sələfi Harun Ər-Rəşid də belə etmişdi. Bunlardan öncə isə Pompey Romalı və Antiox Zəleyli məbədə baş çəkmişdilər. Hər ikisi də yeganə qeyri-Azərbaycanlı kimi məbədin əbədi oduna qurban gətirmiş böyük Makedoniyalını qiblədən yamsılayaraq. Çünki küncünün birində neft buruqları ilə yanaşı xırda və görünməz bir qübbə ucaldılmış. Bu dörd künc kiçik məbəd hasansa bəşəriyyətin ilk böyük dininin, Azərbaycanlı Zərdüştü bəyan etdiyi böyük odçuluğun, atəşpərəstliyin mərkəzində durmuşdu. O vaxt bozumtul qədim dövrdə Azərbaycan əbədi odçuluğunun kutsal yurdu idi və Bakı yörəsində neftlə zəngin çöl milyonlarla inancının zəvvarlıq yerinə çevrildi. Möminləri şər başlanğıc əhriməndən qoruyan, Bizansla Buxara arasında padşahın kim olacağını özləri müəyyənləşdirən və işıq Allahı Hörmüzə sitayiş edən qüdrətli kahinlər ölkəyə hökmranlıq edirdilər. Hörmüz od Allah idi, qazla yerdən qaynayan, üzərində məbədin qüllələri ucaldılmış əbədi od. Həmin od bugün də sönməmişdir. Son damla neft yerdən tükənənə qədər qüllələr altında alovlanacaq neft qazları bugün də müqəddəs torpaqdan qaynayıb çıxmaqdadır. Min illərdən bəri alışıb yanan bu əbədi alov bir təbiət oyunudur ki, məbədə təşrif buyurmuş əcnəbilər təsadüfən od sevərlər deyillərsə, ondan öz siqaretlərini yandırır. Adi inansızlar isə odun üstünü örtən qübbə qarşısında səcdə ilə kifayətlənirdilər. Roma üzərində bir neçə dəfə qələbə çalmış İran padşahı Azərbaycana gələr, kahinlərin ayağın tozunu öpər və köherinlə yuyunardı ki, bu da xalis salihlik sayılırdı. Müqəddəs odu qorumaq və Romanı yenmək üçün İranın yeni padşahına Şahənşah adı verildi. Ərəblər gəlib sonuncu odsevər padşah Yezdəgir Sursuzu öldürənə, kahinləri dağıdana, böyük Allahı maraqlı bir təbiət hadisəsi səviyyəsinə indirənə qədər əsrlər uzunu beləcə davam etdi. Ərəblərin gəlişi ilə də müqəddəs torpağın ad-sanına və aralarında Sirus, Kambis, Dara və Artaksir olan padşahlar nəslinə son qoyuldu ki, onların da ilk üçünün adı məktəb dərsliklərində, sonuncusu isə Herodotun adı ilə Bibliyada çəkilir. Odsevərlər məhv edildi. Onlar İslama keçib Azərbaycan adının anlamını unutdular. Əbədi odun müqəddəs məskəni. Zərdüşt tərəfdarlarının son qurbanları Hindistana və İran gəzinə qaçdılar ki, onlar bugün də burada yaşayır. Odçuların son məbədi İslamın haram buyruğuna düşmüş içkini gecənin kirmişliyində dadmaq üçün şairlərin toplaşdığı meyxanəyə çevrildi. Sonralar harama daha fikir verilməyəndə məbəd də bütün şairlər tərəfindən unuduldu. Hələ də burada öz günlərini keçirən son iki kahin 100 il öncə sərxoşluqlarına və bütçülüklərinə görə müdrik bir xan tərəfindən ölkədən qovuldu. Hər 2 ildən bir Hintlilərin nadir nümayəndələri Azərbaycana gələr, əbədi odun qarşısında itaət etmək üçün bütün hökumət qapılarını döyərdilər. Bugün vurtut 110 min təəssübkeşi olan həmin Hind və Fars odsevərlərinin xüsusi ritualları var ki, onlar da sənaye rayonunun tən ortasında icra edildikdə müsəlman fəhlələrinin hədsiz narazılığına səbəb olur. Çünki odçuların bugünkü adları ilə deyilsə, həmin parsların yaxud bəxşişçilərin adətlərindən başqa burada xüsusilə heç nə yoxdur. Parslar özlərini murdarlamaq kimi əbədi bir qorxu içində yaşayırlar. Yemək yeyərkən gərək qida onların dodaqlarına toxunmasın, yoxsa mundarlanarlar. Bu səbəbdən də nə bıçaqdan, nə də çəngəldən istifadə olunur. Qıymalanmış yemək geniş açılmış ağzı əllə atılır. İçərkən də mayının dodaqlara toxunmamasının qarşısını almaq üçün müxtəlif incəliklərdən istifadə olunur. Hər səhər onlar əllərini və ayaqlarını köherinlə yuyurlar. Minillər ərzində formalaşmış duaları dodaqaltı pıçıldayırlar və çalmalarından asılan müqəddəs qaytanı sığallayırlar. Öləndə də cəsədinə yandırırlar, nə torpağa tapşırırlar, nə də suya endirirlər.
Çünki o, torpaq və su əbədi mundarlanır. Ona görə də Farsın cəsədini Susqu qülləsinə aparırlar və orada quzğunlara tapşırırlar. Qeyd edək ki, onun da ən adlı sanlısı Hindistandadır. Dini buyruqla yanaşı bu, Farsların fikrincə həm də gigiyenanın tələbidir. Bu nadir otçular bəşəriyyətin ən qədim dininin baniləri və köhnə həvəskarları heç də hansısa yad köçərlər, yaxud codlaşmış dağlı tayfalar deyillər. Hind farsları, farsların ən böyük hissəsi Hindistanda yaşayır. Çağdaş bankirlər, iri sənayeçilər və birjaçılardır ki, bugünkü Hindistan özünün iqtisadi inkişafı üçün onlara minnətdardır. Hindistanın ən iri sənaye sahələri hər cür qazanc imkanını dəyərləndirə bilən farslara məxsusdur. Təkcə Azərbaycan neftindən başqa. Ona görə Azərbaycan neftindən başqa ki, bu neft müqəddəsdir və köherinlə bərabər dinin mənəvi dəyərlərini təşkil edir. Haqlı olaraq farsları Hindistanın yahudiləri adlandırırlar. İran farsları isə bunun əksinə ticarət fəaliyyətlərini hələ genişləndirməmişlər. Onlar şahın üzü yola təbələr kimi tanınırlar və onun hərəmxanasında bağban işləmək şərəfinə yetişmişlər. Onlar Azərbaycanda özlərinin müqəddəs torpaqlarında yaşamırlar, amma orada fəqirlər sığınacağı qurmuşlar və hər yerdə olduğu kimi xeyriyyəçi kimi tanınırlar. Ona görə də hərdən el olurdu ki, neft buruqları arasında bir neçə günlüyə ibadət etməyə Hind farslarına da icazə verilirdi. Amma bu, necə deyərlər, çox az olur. Son vaxtlar isə buna ümumiyyətlə rast gəlinmir. Əbədi odun son məbədi bəşəriyyət tərəfindən də yerli dilli unudulub ki, Azərbaycanda çalışan alimlər ekspedisiyası günlərin birində tam ciddiyyəti ilə onu yenidən kəşf etdiyini söyləyib, bu barədə Avropaya sensasiyon bir məlumat göndərdi. Həmin məlumatda göstərilirdi ki, alimlərin ciddi axtarışlarına baxmayaraq, arxeoloji baxımdan qorunmayan bu tapıntı yalnız təsadüf sayəsində mümkün olmuşdur. Məbəd neft mədənlərinin tam ortasında yerləşir və şəhər sakinlərinin sevimli ekskursiya yeridir. Alimlər isə məhz bir balaca şaşqın və həddən artıq kəşfbaz idilər. Deməli, bəşəriyyət az qala məbədi unutmuşdur. Fəqət hansısa ilahlığın ehtiram olunduğu yer kimi dünyada heç nə ümidlik deyil. İnsan həmişə dönə-dönə ona qayıdır. Köhnə xarabaların üzərində həmişə yeni sitayiş məkanları baş qaldırır. Kiçik Asiyanın unudulmuş ərazilərinə bələd olan hər kəs bilir ki, xırda kəndlərdəki məscidlər çox vaxt əvvəllər xristian kilsələrinin olduğu yerdə tikilir. Qazıntılara nəzər yetirilərsə görərsən ki, həmin kilsələr də öz növbəsində Yunan-Roma məbədlərinin xarabalıqları üzərində ucaldılmışdır. Onlar da yenidən hansısa Babilistan ilahlığının məbədinin özülü üstündə qurulmuşdur. Amma bir-birini əvəz edən dillərinin sırası bununla bitmir. Zira bilinir ki, Babilistanlılar da öz məbədlərini sirli Şumer səcdəgahlarının yerində tikmişlər. Elə yerlər var ki, orada sırasınca onlarla illahlara səcdə edilmişdir. İndi də məscidlər yox olurlar. Onların yerində bütün illahların ən çağdaşına xidmət edən fabrik və zavodlar tikilir. Zərdüş məbədinin həndəvərində də sənaye məbədləri yaranır. Fəqət bu, legitim xələt deyildi. Məbəd ayrı, daha yaxşı illah dəyəri kəsb etdi. Məbədə bitişərək Azərbaycanda bir neçə il öncə yeni bir dil, şərqdə tez-tez meydana gələn, sürətlə yayılan və eyni sürətlə yenidən dinlər müstəvisində səthi silinən bir təriqət gəlişdi. Yalnız səthi, çünki xalqın iç qatlarında bir vaxt onun yaşadığı ölkəyə hakim olmuş bütün illahlar yaşamaqda davam edir. Astartadan, Hörmüzdən tutmuş Məhəmmədə, Məsihə qədər. Zira iman yalnız üzdə ölür. Zaman-zaman o, yenidən baş qaldırır, bu yaxınlarda Azərbaycandakı Zərdüş məbədi kimi. Biraz da həmin təriqət haqqında danışaq. Günlərin birində neft buruqlarının polisi hökumətə xəbər verdi ki, Zərdüş məbədinin yaxınlığında gecələr əcaib şeylər baş verir. Nəsə səs-küy gəlir, lopalar yanır. Səslər ucalır, anlaşılmaz mızıltılar eşidilir. Deməli, orada gizli mətbəənin, yaxud ən azı bandit yuvasının olduğunu güman etməyə yetərincə əsas var. Neft mədənlərində bandit yuvası və gizli mətbəə xoşa gəlməz hal olduğundan, polis prefekti güman edilən banditlərdən əslində çox az fərqlənən bir takım polislə məbədi dövrələyib, axtarış aparmağa qərar aldı. Gecə, gizli mətbəənin əlamətləri özünü göstərəndə polis məbədə soxuldu və bununla elmə dəyərli bir xidmət göstərmiş oldu. Çünki dini tarixin müntəqabatlarında indiyə qədər qeydə alınmamış yeni bir dini ortaya qoydu. Məbədin həyətindəki odun qarşısında dayanmış lüt qadına baxa-baxa, əbədi alovun önündə yerdə oturmuş xeyli kişi gördülər. Kişilərdən biri qadının yanında dayanıb,
ehtiramla onun döşlərindən öpürdü. Digərləri isə bu arada dua edib növbələrinin çatmasını gözləyirdi. Məbədin divarlarına loparlarla işıqlandırılaraq dünyanın bütün dinlərinin bütləri və müqəddəslərin şəkli qoyulmuşdu. Azili müqəddəs Nikolay Anadolu şeytançıların müqəddəs simvolu Faunun palçıq fiquru ilə yanaşı qoyulmuşdu və Fallosun gil fiquru illah kimi sayış edilən İran şahının ucuz, yağlı boyu ilə basılmış şəklinin yanında asılmışdı. Qəribə təriqətçilər həbs edildilər və məlum oldu ki, Bakı kəndlərinin sadə, savadsız sakinləridirlər. Açıqlanmadıqları səbəblərdən onlar bir din yaratmağa qərar alıblarmış və qədim məbədi yeni imanın iqamətgahı kimi seçiblər. İştirakçıların hər biri özü ilə bir simvol gətirməliymiş. İstər fallus olsun, istərsə də İran şahının şəkli. Sonra o, müqəddəs odun qarşısında oturub münasib bildiyi duanı oxuya bilərdi. Yeganə mərasim çılpaq qadının döşünün öpülməsi idi və bu yer adlı anaya sevgini simvolizə etməli idi. Bundan başqa, imandaşların gətirdiyi Allahların hamısına gərək ehtiram göstərəydi. Bütün cəhdlərə baxmayaraq, polis onlardan fərqli bir şey öyrənə bilmədi. Bu uğursuz sonuc rəsmi məlumatlarda savadsız köylülərin intellektinin aşağı olması ilə əsaslandırıldı. Deməli, kəndlilər gizli mətbəə işlətmədiklərini və üstəlik şahın şəklini sərgiləməklə özlərinin abırlı düşüncələrini nümayiş etdirdiklərinə görə onları azadlığa buraxdılar. Neft bölgəsində ictimai dincliyi pozulmağa və yanğın təhlükəsinə görə səcdənin məbədin içində aparılmasını onlara qadağan etdilər. Beləliklə, Zərdüştün son məbədi bu sadə həvəskarların əlindən alındı.